Yüksək fransız cəmiyyətində onlara balaca siçovullar deyirdilər. Bu adla gecə qondulardan gəlib balet rəqqasəsi olmaq istəyən kiçik yaşlı qızları adlandırırdılar. Yaşadığı müddətdən onları çıxarmaq üçün bura anaları gətirirdi. Teatr qızlara nağıl aləmi kimi gəlirdi. Zadəgan nəslindən olan fransız rəssamı Edgar Degas onları öz tablolarında çəkməyi çox sevirdi. Ümumilikdə Edgar Degas balet rəqqasələrini 1500 əsərində təsvir edib. İlk dəfə Orkestr adlı tablosunda uzaqdan bu qızları gördüyümüz halda sonra onların necə məşq etdiklərini, yorulub oturduqlarını, saçlarını səliqəyə salmalarını da görə bilərik. Balet məşqləri çox ağır idi. Amma bu balaca qızcığazlar buna dözməli idilər. Balet rəqqasəsinin maaşı çox deyildi, lakin qızlara köməyə abunəçi gələ bilərdi. Abunəçi, balet tamaşalarının biletlərini bir il öncə alan çox varlı zədəganlar idi. Rəssam onlara da tablolarında əks etdirib. Onlar qızlara nəzər salır, kimisə seçir və yaxınlıq haqda açıq təklif edirdilər. Hər bir balet rəqqasəsinin öz abunəçisi, yəni həyatını yüngülləşdirən biri olmalı idi.